momentlər varmı? İzzətin əslində özü sevmirdi, nə şəkilləri varsa mənləndir, ya da bir-iki dənə təsadüfən şəkil çəkdirir, belə şəkil çəkdirməyi sevmirdi. Amma İzzət yenə də bir ilin əsgəri idi, pandemiyaya düşdü deyə heç evə belə gəlmədi. Yəni olmayıb da, yəni Məzuniyyətə də gəlmədi. Məzuniyyətə də gəlmədi. Tam bir il orada əsgərlik çəkdi. Sonuncu dəfə nə vaxt görmüşdünüz onu? Mən yanına getmişdim ad günündə. Nə vaxt? Fevral 28-i. 19 yaşını orada qeyd elədi. Dedim, gəl 20 yaşını burada çox qəşəng qeyd. Mən əslində onlar uşaqlar gedəndə belə eləyirlər. Qeyd eləyirlər, yola salma. Mən eləmədim. Niyə eləmədim? Dedim, gələndə Kiviz də Elvin ondan qabaq gəlməli idi. Elvinə də əsgərlikdə dedim ki, Elvin, sən gələndə də eləməyəcəm. İzzət gəlsin, Kivizə bir yerdə çox qəşəng qonaqlıq verəcəm. Başqa cür oldu, amma İzzətin yoxdur elə bir görüntüləri. Amma onun haqqında o qədər gözəl sözlər eşidirəm, o qədər gözəl danışırlar. Deyirsə, ac. Mənə yığıb deyirdi ki, mama, burada kebab yeri, mama, hər şey çox yaxşıdır, mama, yatmağa gözəl yerimiz. Amma o şəhid ondan sonra mən eşitdim ki, o ac qalıb, o susuz qalıb, o yerdə qazıb yer yatırmışlar. Onlar heç biri mənə demirdi də o. Ancaq hər şey yaxşıdır, hər şey gözəldir, hər şey çox yaxşıdır. Bəli, irəlilədikcə, ümumiyyətlə, irəlilədikcə təminat məsələlərində çətinliklər yaranırdı, istər-istəməz. Çünki düşmən ən birinci, indi onu hərb mütəxəssisləri bilir ki, təminat avtomobillərini vurur. İki növ təminat avtomobili olur. Biri ərzaq gətirən, ikincisi sursat gətirən. İki avtomobil onların düşmənləridir, bir nömrəli. Hədəf bir nömrəli onlar olur. Ona görə bir qədər olub ki, bəli, əsgərlərimiz çətinliklər yaşayırlar. İzzət çoxunun yerinə atırdı. Orada sırayla atışa girirdilər də. Motatıcı bölmələrdə minamyotçu olub İzzət. Minatan. Hə, minatan olub. Çox yaxşı minatan olubdu. Deyir ki, əslində o deyir, məndən küsürdü ki, məni qabağa ver, mən atmalıyam. Bax, elə çox başqa uşaq idi. O deyir, sizə kinolarda görülüb. İzzət, siz əsgərliyə necə gedib? Söz kinosu vardı o vaxtda. Bəli. Türklərin söz kinosu. Bax, ona baxa-baxa ki, mən əskər olmalıyam. Mən də gedib elə onun kimi. O əskər gedəndə müharibə yox idi. O vaxt bir il idi, müharibə yox idi. Amma gedəndə dostlarına demişdi, elə bir şəkil də var, kadr var ki, onun saçını qırxırlar. Uşaq qıraqdan deyir ki, pul alma, bəlkə şəhid oldu. O keşkə. Elə bir kadrlar var. O gedəndə hamıya da demişdi, mən dönməyəcəm, mən şəhid olacam. Onda heç müharibə yox idi. Ürəyinə danmışdı. Bəli. İnanın ki, uşaqlıqdan hamı da, indi ətrafımda olanlar bilir. Həmişə mənə bir sözü vardı ki, sən İzzətin anasısan. Hara getsən deyəcəklər ki, sən İzzətin anasısan. Yəni, indi elə deyirlər. Siz təkcə İzzətin anası deyirsiniz, mən bayaq da vuruladım. Mən heç adımı bilən yoxdur. Hara gedirəm, hamı deyir, İzzətin maması, İzzətin maması. Yəni, bugünkü gün şəhidlərimiz bizim qürur yerimizdir və Ali Baş Komandanın da dediyi kimi, nə qədər təchizat olsa da, silah, texnika olsa da, nə qədər yüksək təminat sistemi olsa da, ilk növbədə